şəhidin atası, anası, döyüşdə iştirak edən insanlarla getmək lazımdır. Niyə? Çünki orada insan özün kontrol edəcək, özün düzəldəcək. Onların övladları o torpaqda, onların övladlarının qanı tökülüb o torpaqda. Bilirsiniz nə ağır səhnələr var idi həmin yerdə. Şəhid ataları ilə getmək həqiqətən ağır idi. Bir şəhid atası, özür istəyirəm bu ifadədən, maykasını çıxartdı, şəhid övladının şəhid olduğu torpaqdan götürdü, yığdı, gətirdi. Nə ağır səhnələrdir bunlar. İnsan saatlarla gedir o Şuşaya qalxmağa, o dağlara qalxmağa, saatlar çəkir insan, bəzən narahat olursan, istidir, maşın qızdır və s. ilə axır, amma bu övladlar qarış-qarış getdilər o torpağa. Ac oldular, susuz oldular, geriyə çəkilmədilər. Torpaqları azad etdilər. Deyir, Həzrəti Əli əleyhissalama bir sual verdirlər. Dedilər, ya Əli, niyə döyüşlərə gedəndə arxadan zireh bağlamırsan, elə zireh öndə olur? Həzrəti Əlinin cavabı bu oldu. Mən düşməni heç vaxt arxa çevirmərəm ki, düşmən məni arxadan vursun. Bizim mərd övladlarımız, qardaşlarımız, şəhidlərimiz, bax, düşməni arxa çevirmədilər. Dik ölümün üzünə baxdılar, o torpaqları qarış-qarış azad etdilər. Zaten şəhidlərimizin məqamı ucadır. Onların bizdən ehtiyacı yoxdur ki. Bizim ehtiyacımız var şəhiddən, həm dünyada, həm ahirətdə.